ki mənim bina evim var. Niyə bələdiyyə məndən vergi tələb edir torpağa görə? Mən torpaqdan istifadə eləmirəm axı. Maraqlı sualdır, buyurun. Bununla bağlı bələdiyyə orqanına müraciət eləsin və əgər ki məndən hansı əsasla vergi tələb edilir, ona hansı əsasla vergi tələb edilməsi ilə bağlı müraciət etsin. Əgər yazılı şəkildə təqdim etdikdən sonra onu həmin qaydada deməli yazılı şəkildə təqdim olunmuş sənəddə müəyyən etmək olacaq ki, hansı əsaslara əsasən vergi tələb edə bilər və yaxud da tələbi hansı dərəcədə əsaslı və ya əsassızdır. Bundan sonra onunla bağlı hər hansı bir fikir səsləndirmək olar. Çünki məsələn nəzərə alsaq ki, məsələn deyirəm, bir so torpaqda bir bina tikilib, yəni 2 so torpaqda bir bina tikilib. Burada da nəzərə alsaq bir 16 mərtəbəli bina, hər mərtəbədə də bir 6-7 ailə yaşayırsa, hər ailədən də gəlib bu bələdiyənin torpağını pulunu alsan, bu biraz absurd görünür. Yəni belə mi olmalıdır əslində? Qaydalar bunu mu deyir? Çox maraqlı məsələdir və dinləyicimizin də gətirdiyi argument çox əslində doğrudur. Bir soruşun görün o bələdiyyə hansı əsasla və hansı haqla o tələbi sizdən irəli sürür.